Mekatroniks təhsili var Azərbaycanda, mexanika təhsili var, elektronika təhsili var. Amma digər ki, şey yoxdur. Robotikslə məşğul olan heç kim yoxdur. Çünki pul yoxdur. Deniz yolda Polşadan Amerikaya getmək mərhələsi maraqlıdır. Necə qərara gəldiniz ki, Polşada hər şeyi dayandırıb getməlisiniz Amerikaya? Bileti cancel elə burdasan proqramla bağlı. Mən də getmədim. Flight'a getmədim, qaldım burada. Azərbaycanda financial stability olmadığı üçün adamın məcbur gedir başqa bir şeylə maraqlanır. Bizə o fərqləri deyə bilərsiniz. Hansı fərqlər var ki, siz Polşada təhsili 3-cü kursda sonlarında buraxıb Amerikaya getmisiniz? Talent məsələsi var. Dünyanın hər yerindən ən yaxşı talentlar burdadır. Computer science-da hype odur ki, bəs mən computer science məzunu olacağam, bəs ayda $10,000 pul qazanacağam. Belə şey yoxdur. Heç kim çıxıb çıxardıb sənə $10,000 məzun olandan sonra verir.